Gürcüstanın ali təhsil ocaqlarında oxuyan Azərbaycanlı tələbələr Tiflisin Meydan adlanan ərazisindəki Heydər Əliyev adına parkdan ölkəmizin səfirliyinə doğru yürüyüş etdilər. 100-dən çox aksiya iştirakçısı yol boyunca Azərbaycan və Gürcü dillərində müxtəlif şüarlar səsləndirdilər. Səfirliyin binası qarşısında toplaşan gənclər Qarabağın Azərbaycana məxsus olduğunu bir neçə dildə yazdıqları plakatlarla da göstərirdilər. Yarım milyona yaxın soydaşımızın yaşadığı Gürcüstanda Azərbaycana, ölkəmizə, xalqımıza, silahlı qüvvələrimizə belə bir dəstək aksiyasını görmək, bu aksiyada iştirak etmək insana həqiqətən qürur hissləri yaşadır. Son döyüşlərdə xalqımızın şəhid verdiyi oğulları qarşısında ehtiramlarını bildirən aksiya iştirakçıları həmrəyliklərini ifadə etdilər. Onu bildirmək istəyirik ki, biz həmişə, nə olur olsun, Gürcüstan, Azərbaycanın hüdudlarından kənarda da yaşasaq, biz həmişə Azərbaycanın yanındayıq. Nə olur olsun, Azərbaycana həmişə dəstəyimizi, əlimizdən gələn ən yaxşısını eləməyə hazırıq. Göstərək ki, Azərbaycan və Azərbaycanın dəstəkçiləri bizə Azərbaycan deyil. Azərbaycanın dəstəkçiləri bütün dünyanın hər bir yerində yaşayan Azərbaycanlılardır. Aksiyaya toplaşan tələbə gənclər Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqlarını dalğalandıraraq dövlət himnimizi səsləndirdilər.